1979 yıl fevralın 1'inde İran İslam Respublikasının banisi Ruhullah Xomeynini 15 illik sürgündən sonra İrana gətirən Air France aviya şirkətinə məxsus Boeing 747 təyyarəsi səhər saatlarında Tehrandakı Mehrabad hava limanına eniş etdi. Təyyarədə Xomeyni ilə bərabər şah rejiminə qarşı mübarizə aparmış və Parisdə onunla birgə olmuş tanınmış simalar vardı. O cümlədən də ən yaxın köməkçisi və silahdaşı olan oğlu Əhməd Xomeyni də atasını müşayiət edən şəxslərin arasındaydı. Amma Xomeyni təyyarədən onların heç biri ilə deyil, kimsənin tanımadığı bir fransızla düşdü. Tezliklə qurulacaq İslam Respublikasının ilk ali rəhbəri pilot geyimində olan həmin fransızın biləyindən tutaraq asta-asta pillələri aşağı indi. Beləcə, həmin şəxs İran İslam İnqilabının tarixində dönüş nöqtəsi sayılan bu görüntüyə həmişəlik daxil oldu. O zaman deyilirdi ki, Xomeyniyə təyyarədən enməyə kömək edən bu şəxs pilotun köməkçisi və ya bort bələdçisidir. Amma sonradan bunun belə olmadığı üzə çıxdı. Üstəlik bu sirli sima Xomeyninin İrana gəlişindən sonra daha heç vaxt Fransaya qayıtmadı və ömrünün sonuna qədər İranda qaldı. Tam adı Gerard Jean Fabian Bataouche olan bu şəxs Cəzair əsilli Fransa vətəndaşı idi. 1943-cü il mayın 10-da doğulmuşdu. Deməli, İrana gələndə 35 yaşı vardı. Amma bəzi mənbələr onun İrlandiyada doğulduğunu yazırlar. Onunla bağlı geniş araşdırma aparmış İran tədqiqatçısı Həmid Davudabadi isə Bataouche'un atasının Fransız, anasının İspan olduğunu bildirib. 2010-cu ildə İrandakı İslam İnqilabının sənədləri mərkəzi Gerard Bataouche'la müsahibə yayıb. Həmin müsahibədə o, Xomeyninin 1978-ci ilin oktyabr ayından yaşadığı Paris yaxınlığındakı Neufel-le-Château qəsəbəsinə gəlişini belə təsvir edib. Xomeyni Parisə gələndən sonra Fransa polisi onun mühafizəsi üçün bir neçə nəfəri yanına göndərmişdi. Amma Xomeyni onların heç birini qəbul etməmişdi. Axırda bu iş mənə nəsib oldu. Elə ilk görüşdə aramızda təmas yarandı. Mənim fars dilini bilməyim də bu işdə öz rolunu oynadı. Beləcə mən Xomeyninin Neufel-le-Château'da qaldığı 116 gün ərzində daim onun yanında oldum. Həmin dövrə aid şəkillər də Bataouche'un bu sözlərini təsdiq edir və aydın olur ki, o Fransa polisinin əməkdaşı imiş. Lakin elə həmin vaxt Bataouche Xomeyninin yanına gələnlərə özünü jurnalist kimi təqdim edirmiş. Amma maraqlıdır ki, İslam İnqilabının sənədləri mərkəzinin saytı Bataouche'la müsahibəni dərc olunduqdan bir gün sonra heç bir izahat vermədən silib. Bundan bir il öncə 2009-cu ilin fevralında Fransanın məşhur Figaro qəzeti üstündən 30 il keçdikdən sonra Gerard Bataouche'un kimliyi barədə məqalə dərc edib və bildirib ki, göy rəngli uniformada təyyarənin trapı üzərində Xomeyninin yanında dayanmış bu şəxs Fransa kəşfiyyatının əməkdaşı olub.